Ramazan orucunun niyyəti necədir? İki cür edə bilərsiniz. Ya bir aylıq, məsələn, Ramazan ayının orucunu tuturam qürbətən ilə Allah. Qürbətən ilə Allah, yəni Allaha yaxınlaşmaq, onun əmrini yerinə yetirmək üçün. Ya da gündəlik, məsələn, Ramazan ayının 4-cü gününün orucunu tuturam qürbətən ilə Allah. Niyyəti diliniz ilə demək mütləq deyil. Ürəyinizdən keçsə, ya nə etdiyinizi bilsəniz, bəs edir. Bunu bilmək lazımdır ki, oruc ibadətdir. İbadət üçün siz gərək pak olasınız. Yəni boynunuzda cənabət, heyz, nifas və sair qüsüllər varsa, bəri başdan qüsul alın. Qüsul hər dəfə alınmır ha, yalnız boynuna gəldikdə alınır. Oruc sübh namazı daxil olduqdan məğrib namazı daxil olan vaxta qədər orucu batil edən şeylərdən çəkinməkdir. Təqvimə də baxa bilərsiniz. İmsak, yemək, içməyi dayandır, hazırlaş deməkdir. Sübh namazının daxil olduğuna dəlaləti yoxdur ya. O başlana sahura, imsaka dura bilmədim. Mən də oruç tutmadım. Yanlışdır. O başlana durub yemək vacib deyil. Ramazan ayında yalnız bu ayın orucu tutulmalıdır. Başqa oruclar tuta bilməzsiniz. Bir qadın oruç tutsa və iftara az qalmış heyz, yəni aybaşı olsa orucu batildirmi? Bəli. Ramazandan sonra qəzasını tutacaq. Yemək bişirərkən dadına baxmaq olar. Bəli, olar, amma udmamaq şərti ilə. Bilmədim, bir qəşəng yemək yeyib, çay da içdim. Orucum batildir? Yox. Ümumiyyətlə, bilmədən edilən bir şey orucu batil eləməz. Oruca da davam edin. Çinmək olar? Olar. Dişləri yumaq olar? Olar. Udmamaq şərti ilə. Sonra bir neçə dəfə tüpürün. Qan vermək olar? Olar. Tüpürcəyi udmaq olar? Olar. Qatı bəlğəmi isə yox. Bir nəfər sual vermişdi ki, birdən namaz əsnasında olsa və ya hansısa yerdəyəm, qatı bəlğəmi çıxara bilmirəm, neyniyim? Əvvəlcədən hazırlıqlı olun, əzizim. Bir salfetkadan, bir əl dəsmalından əlinizdə tutun, lazım gələndə çıxarın və salam. Saç rəngləmək olar, ətir vurmaq olar, bəli olar. Asma adam boğaza sprey vura bilər, əgər birbaşa ağciyərlərinə gedirsə, olar. Şəkər xəstəsi iynə vura bilər, bəli. Sistem qoşdurmaq olar, bəli. Qrip olmuşam, qızdırmam var, pozum, yox. Təhlükə səviyyəsinə çatıbsa, ayrı. Hər yüngül xəstəliyə oruc batil edilmir. Günorta yatıb qalmışam, boynuma da qüsul gəlib, cənabətli olmuşam. Orucum düzdür? Bəli. Qüsul ala bilərəm? Bəli. Hamilə qadın oruç tuta bilər, əgər bətnindəki körpəyə zərər yetirəcəksə və bu əqli argument əsasındadırsa, iftar edə bilər. Lakin Ramazandan sonra qəzasını tutacaq. Və süd verən ana eynidir. Lakin üzürlü, bir daha deyirəm, üzürlü səbəbdən oruç tutmayan kəs hər gün üçün yoxsula bir müd təam, yəni 750 qram çörək, düyü, buğda və bu kimi şey verəcək. Üzrü aradan qalxdıqdan sonra isə qəzasını tutmalıdır. Növbəti videoda da orucun digər məsələlərinə müxtəsər toxunaram.